Enbiya suresinin 107. ayesinde Allah Teala buyurur: وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ. Ya Peygamber, biz seni alemlere rahmet olarak, bu dünya o alemin biridir. Biz bilmediğimiz o kadar alem var ha. O kadar galaktikalar var. O kadar bilmediğimiz Allah'ın yarattıkları. 21. əsr kompüter, texnologiya, mobil rabitə, sivilizasiya əsri olmasına baxmayaraq, okeanda olan canlıların heç cüzi bir hissəsini hələ elm inkişafı ilə yanaşı kəşf eləyə bilməyib. Adım bilmir, növün bilmir, necə artmasını, necə törəməsini bilmir. Ona görə Peyğəmbər salavatullah umumbəşər bir şəxs olduğuna görə bu ümmətin narahatçılığını daşıyır. Azizun aleyhi ma anittum. Buyurur, sizin əziyyət çəkməyiniz ona ağır gəlir. Yəni o ümmətin narahatçılığını çiynində daşıyır. Və buyurur, harisun aleykum. Sizə çox düşkündür. Sizin barənizdə çox narahatdır. Hətta can üstü olanda yazırlar, artıq dünyanı dəyişir. 3 dəfə Peyğəmbər salavatullah buyurur, ümməti, ümməti, ümməti. Allah, mən gedirəm, ümmətim qalır. Allah, ümmətimə rəhm elə, mərhəmətlə davran. Görün nə qədər mərhəmətdir. Rəhmətən lil aləmin. Onu incidənlərə belə dua edərdi. Amma sən mən, oğul, qız, bacı, qardaş, bir dəfə, 2 dəfə aramızda cüzi bir narahatçılıq oldu. Deyirsən, sən adda qardaşım yoxdur, sən adda bacım yoxdur. Bəzən ata övladına deyir, sən adda oğlum yoxdur, sən adda qızım yoxdur. Amma görün, bu necə böyük bir ruhiyyə sahib olur ki, buyurur, bil mu'mininə raufun rahim. Amma möminlərə çox şəfqətli, çox mehriban idi. Hətta Peyğəmbər salavatullahın bu təbliğ yolunda, hidayət yolunda olan əzab, əziyyəti heç bir Peyğəmbərlə müqayisə ediləsidir.